Salam əziz dostlar, əziz səyahət sevənlər, Perm diyarından hər kəsi salamlayıram dostlar. Hazırki Perm əski adı Bürüxan. Kama çayı üzərində iri sənaye şəhəridir. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Kama çayı Volqa çayının əsas qoludur. Tatarların ulu əzdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşdular. Bürüxan, indiki adı Perm. Bürüxan tatarları öz etnik mənşələri etibarilə Konqur tatarlardır. Onlar Kazan tatarlarının etnik qolu sayılır. Konqur tatarları indiki Perm vilayətinin əsl yerli sakinləri olmuşdular. Bürüxan 1472-ci ildə Rus çarı İvan Qrozny ordusu tərəfindən fəth edildi. Dostlar, bura dəniz vağzı oldu. Ekskursiya gəmisinə bilet aldım. İndi gedək Pirçala. Bizim gəmimiz də budur. İndi birazdan çıxacaq səyahətə. Bu da Kama çayı dostlar. Hay dostlar, indi gedirik, maraqlı bir muzey var. İndi muzeyə doğru gedirik. Qədim Perm dövrünə aid muzeydir bura. İndi gələk içəri. Qədim Perm dövrünə aid nümunələr göstərilir. Bu Perm dövründə yaşamış bir mamont. Tiranozavr. Burada ne var? Kiçik dinozavr. Bölgənin bəzi eksponatlar həqiqi skeletdir. Mamontun göstərdiyi bizonun skeleti bu Perm dövründə aid və Perm ərazisində aşkarlanır. Burada da duz kristallarıdır. Görürsünüz necə maraqlı kristallardır. Bu gördüyünüz daş qaşlardan indi də hal-hazırda Perm diyarında istifadə olunur. Bəzək, zinət əşyaları kimi hazırlanır. Hətta suvenir mağazalarında rast gəlmək olur kvast daşına. Bax, bu skelet həqiqi bir skeletdir. Bir də bu mamont. Görürsünüz dostlar, necə gözəl daşlardır. Necə də parıldayır. Bir də belə ikinci mərtəbədən çəkək ümumi görüntü. Buradakı eksponatlardakı daşlanmış halındadır. Bəzi heyvanlar daş halına gəlib görürsünüz. Bilmirəm kamerada düşür yoxsa yox. Görürsünüz. Milyonlarla il əvvəl yaşamış canlıların daşlanmış halıdır. Bəzi arxeoloji qazıntılara biz aparaq. Sümük tapdım dostlar. Dinozavr sümüyü. Hə dostlar, muzeyi də gəzdik. Çox maraqlı idi həqiqətən də. Qədim dövrü, neçə milyon illər əvvəl yaşamış canlıları görmək, onları təsəvvür etmək, hətta bəziləri də ki,
orijinaldır, orijinal sümüklərdir. Məncə maraqlı bir muzey oldu. Getdiyim bəlkə də ən maraqlı muzeylərdən biridir bu. Dostlar, hal-hazırda Permdə yerləşən Park Qorkovadayam. Bura əyləncə mərkəzi, həm də parkdır. Geniş bir ərazisi var. Balaca uşaqlarla ya böyüklər də özü rahat burada istirahət edirlər. Dedim parka gəlmişkən bu şeytan çarxında da gəzək. Perm seyahatimizin sonuna çatırıq dostlar. Sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Yeni bir şəhərdə görüşənə qədər salamat qalın.